Çalışma nizamımıza davam edirik. Deyir ki, qarışığımız kalsium nitrit və kalsium karbiddir. Qarışığın sərf olunan kütləsi 138 qramdır. Reaksiya sərf olunan suyun kütləsi x qramdır. Qarışığın su ilə reaksiyasından alınan qazların kütləsi 43 qramdır. Gəlin belə bir münasibət quraq. Kalsium nitrit bilirsiniz ki, su ilə reaksiya daxil olanda kalsium OH kəmələ gətirər. Bir də 2 mol amonyak yaradar. Digər halda isə biz kalsium karbidin su ilə reaksiyasına baxırıq. Kalsium karbidin isə su ilə reaksiyasından bilirsiniz ki, kalsium OH kəmələ gələr. Bir də asetilən maddəsi yaranar. Əmsallaşdırsaq, deməli, amonyakın qarşısına 2 yazdım. Kalsium OH2 3 yazıram. Baxaq görək, 2-dən 3-ün 6. 6. Onda suya da 6 yazsaq, məncə əmsalımız tamamlanır. Kalsium karbiddə isə baxaq görək, məncə suyun qarşısına 2 əmsal yazsaq, əmsalımız tamamlanmış olur. Başqa bir şeyə ehtiyac yoxdur. Deyir ki, əmələ gələn qarışığın deyir su ilə reaksiyasından alınan qazların kütləsi 43 qramdır. Qarışığın özünün sərf olunan kütləsi 138 qramdır. A mol kalsium nitrit, B molda kalsium karbid götürək. O zaman A mol kalsium nitritdən 2 mol amonyak yaranacaq. B mol kalsium karbiddən isə elə B mol asetilən maddəsi yaranacaq. O zaman kalsium nitritin kütləsini tapsaq, 40-ı vurarıq 3-ə, elər 120. Üzərinə də 14-ü 2-yə vursaq 28 elər, eləmi? 148 eləyəcək. A molum 148 A qram eləyəcək. Kalsium karbid isə 40-dan, deməli 24-ün cəmidir. Bu da 64 B qram eləyəcək. Bunların ikisinin kütləsi cəmi bizə verəcək 138 qramı. Amonyaka da gələndə amonyak 17-dir. 2 A molu 17-ni 2-yə vuranda elər 34 A qram. 34 A qram bu eləyəcək. Asetilendəki, gəlin görək nə qədərdir. 12-ni 2-yə vursaq 24, zədən 2 gəlsə 26 B qramdır. Bunların da cəmi bizə verəcək 43 qramı. Belə bir sistem tənliyə keçid elədik. Bu tənliyi həll eləmək üçün məncə ən rahat yol nədir? Bunlardan məsələn 148 A ilə 34 A-nı bərabərləşdirək, sonra tərəf-tərəfə çıxanda bu A-ları ixtisar aparaq, təkcə B-miz qalsın əlimizdə. Görək 148 ilə 34 yəni bir-birinə bölünəndə necə olacaq? 148-i 34-ə bölündə təqribi rəqəm aldıq. Bəs 64 ilə 26 arasında necə münasibət qura bilərik? 64 bölünsün 26. Bu da təqribi oldu. Çünki mən bu şəkildə düşünürəm ki, bərabərləşdirib tərəf-tərəfə çıxsaq, B-lər ixtisar gedər, A ilə hesablama aparaq, ya da A-ları bərabərləşdirib tərəf-tərəfə çıxa bilərik. Heç nə, onda 64 26-ya təqribi bölünür, olsun, təqribi də işləyə bilərik. Harca 2 tam %46 eləyəcək. Onda ikinci tənliyin hər tərəfini 2 tam %46-ya vuraram. O zaman 2 tam %46-nı 34-ə vuranda adi bir tənlikdə, yəni hər an bir həll eləmə yolu var. Yəni istəsəz başqa yolla da gedə bilərsiniz. Burada yəni düşünürəm ki, 2 tam %46-ya vursaq 34 A-nı bizə verəcək 83,9 A təqribən. 83,9 A, 64 B, daha doğrusu 26 B-ni elə bil hardasa 2 tam 46-ya vuranda mən 64 B almışdım. İkinci tənliyi elə bil hər tərəfini 2 tam 46-ya vururam. Və bu zaman 83,9 A burada alıram, 64 B davamında alıram. Bu da bərabər olur 138-i, daha doğrusu 43-ü vururam 2 tam 46-ya. 43-ü də 2 tam 46-ya vuranda hardasa mənə verəcək 105 tam 78, yəni deyirəm təqrib eləyirəm bunları. Sonra tərəf-tərəfə çıxanda bu elə burada 64 B qalmayıb. Buradakı 64 B, buradakı 64 B ilə ixtisar gedəcək. 148 ilə deməli 83,9-u təqribən 84 də götürə bilərsiniz, problem yoxdur. Lap 84 götürə, burada heç bir problem yoxdur. Burada qalacaq 64 A, bərabər olacaq. Bu biz bayaqları 105 tam, nə qədər almışdıq bir dəqiqə? 2 tam 46-nı vuranda 43-ə almışdım, hardasa 105 tam. 105 tam olması 106 da götürə bilərsiniz, problem yoxdur. 138-dən də çıxaq, deməli 106-nı, bu da bizə verəcək 32. 64 A-mız 32-yə bərabərdirsə, A-mız da bərabər olacaq 0,5-ə. Yenə deyirəm, hesablamalarda təqribi rəqəmlər ala bilərsiniz. Bu qəti bir problem yaratmır bizim üçün. Zaten yəni nə qədər fərqli bir şey ala bilərik ki. A-mız 0,5-ə bərabərdirsə, gətirib yerinə qoyanda biz birinci reaksiya üçün 6 A mol, çünki demiş ya, A mol kalsium N2, deməli 6 A mol su sərf eləməlidir. B mol kalsium karbiddə 2 B mol su sərf eləməlidir. A-mız əgər 0,5-ə bərabərdirsə, gətirib yerinə qoyanda B-ni neçə taparıq? A-nı 0,5 tapdıqsa, 148-i 0,5-ə vuranda 2 dəfə azaltmış oluruq da. Elə bil 138-dən də çıxanda 74-ü mənə verəcək 64. 64-lə də 64 ixtisar gedəndə B-ni 1 tapacaqsınız. Deməli, mən rahatlıqla A-nı biz 0,5 tapdıq, B-ni də rahatlıqla 1 tapdıq. A-mız 0,5 isə 6 A-mız 3 mol deməkdir. Deməli 3 mol su birinci reaksiya üçün sərf olunub. 2B-də 2 mol su deməkdir. İkinci reaksiya üçün də 2 mol su sərf olunub. Cəm 5 mol suyumuz sərf olunubdur. 5 mol su isə 5-18-ə vuranda 90 qram eləyəcək. Doğru cavabı burada B variantı seçə bilərsiniz. Yəni 21-də doğru cavab B variantı. Növbəti digər 22-ci çalışma ilə davam edirik. 22-ci çalışmada bizə deyir ki, sink sulfit və piritdir.
qarışığın yanması zamanı alınan maddələr sink oksid deyir 32,4 qram əmələ gəlib. Gəlin əvvəlcə bunu mola çevirək. Sink oksid bilirsiniz ki, sink 65-dir, oksigen də 16-dır, 81 qram eləyir. İndi 1 molu 81 qrama uyğun gəlirsə, görəsən neçə molu 32,4 qrama uyğun gəlir. Buradan sink oksidin molunu hesablaya bilərsiniz rahatlıqla. Deməli 32,4-ü böləcəksiniz 81-ə. Bu da bizə verəcək 0,4 mol sink sulfid. İndi sink sulfidi yazırsınız. Bilirsiniz ki, 1 mol sink sulfiddən 1 mol da SO2 qazı yaranacaq. Niyə? Çünki sink sulfiddə kükürdün indeksi 1-dir, SO2-də də kükürdün indeksi 1-dir. Demək ki, 1 mol sink sulfid 1 mol SO2 qazı yaradacaq. Dolayısıyla desək 0,4 mol sink sulfid 0,4 mol SO2 qazı yaratmalıdır. SO2 qazının da emeri 64-dür. 0,4-ü 64-ə vuranda bu edir 25,6 qram. Deməli 25,6 qram SO2 sink sulfidin yanmasından əmələ gələcək. 64 qram ümumilikdə SO2 yaranıb. Bunun 25,6-sı sink sulfiddən yaranıbsa, demək yerdə qalan 38,4 qram SO2 qazı piritdən yaranacaq. O zaman piritdən yazaq SO2-nin əmələ gəlməsi 1 mol piritdən 2 mol SO2 alınacaq. Niyə? Çünki 1 mol piritdə 2 mol kükürt var. Uyğun olaraq bu 2 mol SO2 qazı yaradacaq. İndi belə deyək də 38,4 SO2-miz var. Bu neçə mol SO2 deməkdir? 0,6 mol deməkdir də. Yəni belə deyək də 38,4 qram SO2 yerdə qalan elə 64 qram SO2-yim. Lakin bunu birbaşa belə deyə bilərik, daha rahat olsun deyə. 64 qram SO2  1 mol deməkdir. 1 molun 0,4 mol sink sulfiddən yarandısa, birdən elə birbaşa 0,4-ü çıxın, yerdə qalan 0,6 mol SO2 də piritin yanmasından əmələ gələcək. İndi 1 mol pirit, başqa cür desək 120 qram pirit 2 mol SO2 qazı yaradırsa, görəsən neçə mol pirit? Deməli, belə deyək də əmələ gətirəcək 0,6 mol SO2-ni. Buradan tənliyi həll eləsək, 0,6-nı 120-yə vurub 2-yə bölməlisiniz. İxtisar apara bilərsiniz birbaşa. Bura 0,3 yazaq. 0,3-ü də 120-yə vurub hesablama apara bilərsiniz. Bu da eləyəcək 36 qram. Deməli, 36 qram pirit götürülüb. Bu aydın məsələdir. Bəs sink sulfid nə qədər götürülüb? 0,4 mol. 0,4 mol sink sulfidin də kütləsi, sink sulfidin emeri səhv eləmirəmsə 97 olmalıdır. 97-yə vurulanda eləyəcək 38,8 qram. Deməli, 38,8 qram sink sulfidin var, 36 qram da piritin var. Bunların ikisi birlikdə mənə 74,8 qram verər. Bu da 22-də C variantında göstərilibdir. 22 bitdi, keçirik 23 nömrəli tapşırığın izahına. Glikozanın etil spiritinə və yağ turşusuna qıcqırma reaksiyasından alınan qaz qarışının heliuma görə nisbi sıxlığı. Bilirsiniz ki, glikoza etil spiriti və yağ turşusuna qıcqıran zaman, etil spiritinə qıcqırma zamanı karbon qaz əmələ gəlir, yağ turşusuna qıcqırma zamanı karbon qazı və hidrogen əmələ gəlir. Deməli, burada qaz qarışığı deyəndə karbon qazdan hidrogen qarışığı nəzərdə tutulur. Siz bilirsiniz ki, M-orta məsələlərini ən rahat həll etməyin yolu, deməli, xaç yolundan getməkdir. İndi bu qaz qarışığının heliuma görə nisbi sıxlığı 6,8 isə bilirsiniz ki, dehelium belə bir düsturla hesablanır. Heliuma görə nisbi sıxlığı tapanda biz qaz qarışığının M-ortasını bölməliyik 4-ə. İndi heliuma görə nisbi sıxlığımız 6,8-dir. Bu bərabərdir qarışığın M-ortası bölünsün 4. Buradan M-ortanı tapanda 6,8-i birbaşa 4-ə vuracaqsınız. 6,8 4-ə vurulanda bizə verəcək təbii ki 27,2. Deməli, M-ortamız 27,2-yə bərabərdir. O zaman 27,2-ni ortada yazıram. Karbon qazının emeri 44, hidrogen emeri 2-dir. M-orta məsələlərində siz gəlib orta molyar kütləni təm ortaya yazırsınız. Sonra böyükdən kiçik çıxıb əks tərəfdə yazacaqsınız. Deməli, 27,2 44 arasındakı fərq verəcək 16,8. 27,2 2 arasındakı fərq bizə verəcək 25,2. Gəlin görək bunlar ixtisar gedirmi? 25,2 16,8-dən ixtisar aparsaq, məncə gedəcək. Bura 1 yazsaq, bura 1,5. Deməli, tam rəqəm kimi yazsaq 2x-in 3x-a nisbəti. Yəni 3x mol karbon qazımız varsa 2x mol da hidrogenimiz olmalıdır bu qaz qarışığı üçün. İndi deyir ki, reaksiya nəticəsində 53,6 qram üzüm maddə alındığı nəzərə alaraq neçə qram glikozanın qıcqırdığını hesablayın. Yəni gəlin qıcqırma reaksiyasını yazaq. Qıcqırma reaksiyası Ca6H12O6 etil spiritinə qıcqırma zamanı 2 mol etil spirit əmələ gələcək. 2 mol da karbon qazı yaranacaq. Növbəti qıcqırma reaksiyasını yazsaq Ca6H12O6 bu da 1 mol C4H8O2, yəni yağ turşusu əmələ gətirəcək. Növbəti halda buradan əmələ gələcək karbon qazı, bir də ki hidrogen qazı. Karbon qazı da 2 mol olmalıdır. Bir dənə hidrogenə baxaq, 8, 10. Onda 2 mol da hidrogen yazarıq da. Reaksiyanı bu şəkildə yazdıq, əmsallaşdırdıq. Biz görürük ki, karbon qazı 3x mol, hidrogen isə 2x mol əmələ gəlib. Deməli, hidrogen üçün mən aşağıda nə yazacağım mənbər? 2x mol hidrogen. 2x mol hidrogen yarananda mütləqdir ki, 2x mol da karbon qazı sərf olunmalıdır.
O zaman 1x molda C4H8O2 maddəsi yaranmalıdır. Yaxşı, karbon qazı cəm nə qədər yaranıb? Baxın, burada qeyd eləmişik. Bir başqa qələm götürüm, onunla işarə edeyim. Baxın, karbon qazı 3x qədər yaranıb. Bunun 2x qədər hidrogenin deməli yağ turşusuna qıcqırma zamanı bilirsiniz ki, 2x qədər hidrogen yaranıbsa, mütləqdir ki, yanında 2x qədər nə yaranmalı idi? Karbon qazı. Amma bizim cəm əlimizdə 3x qədər karbon qaz var. Deməli, bunun 2x-i glikozanın yağ turşusuna qıcqırmasından yaranıbsa, yerdə qalan 1x-i də, bax, buradan 1x qədər də karbon qazı yaranmalıdır yuxarıdakı reaksiyadan. Onda 2 mol karbon qazı, 2 mol etil spirti, burada OH yazmağı unutmuşam, CH5OH demək istəmişəm burada. 2 mol karbon qazı, 2 mol etil spirtinin yaranmasına səbəb olursa, 1x-ində elə 1x qədər etil spirtinin yaranmasına səbəb olacaq. Onda belə çıxır ki, cəm, deməli, bizim reaksiyamız zamanı 1x mol, bax, onu da yuxarıdan yazıram, 1x mol etil spirti yaranıbdır. 1x qədər də nə yaranıbdır? C4H8O2 maddəsi yaranıb. Gəlin bunların emerini hesablayaq. Etil spirtinin emeri səhv eləmirəmsə, hardasa 46 eləməlidir. 1x-im 46x qram eləyəcək. Yağ turşusunun da emerini hesablasaq, 12-ni 4-ə vurarıq 48. 48-in üzərinə 8, onun da üzərinə 32 gələrəm yəqin ki. Bu da mənə verər 88. Deməli, yağ turşusunun da emeri 88-dir. 1x mol qədər yağ turşusu yaranıbsa, bu 88x qram eləyəcək. O zaman 88 ilə 46-nın cəmi mənə 134x verər. Deməli, cəm 134x qədər kütləli üzv maddə almalıyam. 134x-im neçəyə bərabərdir müəllimlər? 53,6 qrama bərabərdir. Buradan x hesablasaq, 53,6 bölünsün 134. X-im eləyəcək 0,4 mol. Deyir, neçə qram glikozanın qıcqırdığını tapın. Deməli, reaksiyalar üçün nə qədər glikoza qıcqırıbdır? Baxın, bax, bu birinci reaksiya, bu ikinci reaksiya. Burada birinci reaksiyada 2 mol karbon qazı 1 mol glikozadan yaranıbdır. 2 mol karbon qazı 1 mol, yəni 2 dəfə az. 1x qədər də karbon qazı 0,5x qədər glikozadan yaranacaq. İkinci halda 2x qədər hidrogenim 1x qədər glikozadan yaranmalıdır. Niyə? Çünki 2 mol hidrogenin 1 mol glikozadan yaranır. 2x-ım da dolayısıyla 1x qədər glikozadan yaranacaq. Cəm biz 1x birindən 0,5x də birindən 1,5x mol glikozanın qıcqırdığını hesablayarıq. 1,5x qədər glikoza molca neçə mol deməkdir? 0,6 mol deməkdir. Deməli, 0,6 mol glikoza qıcqırıbdır. Bu da 180-ə vurulanda eləyəcək 108 qram. Doğru ifadə D variantında göstərilibdir. Yəni, 23-də də rahatlıqla D variantını seçə bilərsiniz, düşünürəm. Növbəti digər çalışma ilə davam eləyək. Görək nə deyir bizə. Maddə X maddəsi molekulunda atom sayı, deməli, deyir karbon sayı hidrogen sayına bərabər olsun. Gəlin baxaq. Deməli, stirol yazılacaq necə? Deməli, C6, H5, CH, birbaşa yazaq da C8H8. C6H5, CH, 2 qat rabitə CH2. Divinil yazılır 4 karbonlu, deməli, belə deyək də, alkadendir. CnH2-nin çıxılsın 6 formuluna görə C4H6 yazılacaq. Burada karbon hidrogenə bərabər olmadığına görə divinili seçmirəm. Bu getdi. Sonra metil metakrilat. Metil metakrilat CH2 2 qat rabitə C, CH3, COO, CH3-dür. Metil metakrilat. Deməli, metil metakrilatda 2, 3, 5, 3 də burada 8, səhv hesablamadımsa 8 hidrogeni var. Karbon sayı da 1, 2, 3, 4, 5 dənə də karbonu var. Yəni, hidrogen karbon sayı bir-birinə deyir bərabər olsun. Amma bərabər olmadı axı. Bunu götürə bilmərəm. Triftal turşusunu belə yazıram. Burası COH qrupu əlavə edirəm. Burada COH qrupu əlavə edirəm. Bu uclarda hərəsində CH, 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 CH. Bu uclar isə karbonlar təkdir. O zaman 8 karbon gördük. Hidrogen sayı nə qədər olacaq? Gəlin baxağın. 1, 2, 3, 4, 5, 6. Yenə də uyğun gəlmədi. Karbon sayımız 8, hidrogen sayı səhv eləmirəmsə 6 oldu. 1, 2, 3, 4, 5, 6. Aha, bu da uyğun gəlmədi. Aksalat turşusu uyğun gəlməlidir. COH, COH. 2 karbon, 2 hidrogen var. Bu doğrudur. Deməli, hələ ki 1-i götürmüşəm, 5-i götürmüşəm. 1, 5, desən yoxdur variantlarda. Yoxdur olsun, öz variantımızı qeyd edək. Benzol diamin. Aha, benzol həlqəsinə kamin qrupu birləşdirmişəm. İndi hansı vəziyyətdə birləşdirmişəm, önəmli deyil. Belə yazıram. Bu uclarda CH-lar olacaq. Uclarda CH yazdıq. 2, 4, 5, 6, 7, 8 dənə hidrogenimiz oldu. Karbonumuz isə
Burjlarda karbonlar tək qalıb 6-dır. Deməli uyğun gəlmədi. Benzolda olacaq C6H6. 6 karbon, 6 hidrogen. Ən rahatı bu idi. Deməli 1,5,7 seçək də. 1,5,7 yoxdur variantlarda. Eyb yoxdur, öz variantımızı qeyd edirik. Ola bilər mexaniki səhv gedibdir. Cavab 1,5,7 qəbul eləyək. Keçək 25 nömrəli tapşırığımızın izahına. İki homoloji fərqə malik iki müxtəlif doymuş monoamin monokarbon turşusundan əmələ gələn heksapeptidin molyar kütləsi 640 moldur. Qram bölünsün moldur. Deməli, iki homoloji fərqə malik olan iki müxtəlif doymuş monoamin monokarbon turşusundan əmələ gələn heksapeptidin molyar kütləsi 640-dır. Deməli, sonra nə deyir? Heksapeptidin əmələ gəlməsində iştirak edən kütləcə böyük olan amin turşunun molekul sayı 2 dəfə çox olarsa, onun molekulundakı karbon hibrid ortaların sayını hesablayın. Deməli, biz bilirik ki, heksapeptid əmələ gəlmək üçün 6 mol amin turşu götürülməlidir. 6 mol amin turşudan 1 mol heksapeptid, 5 mol da su əmələ gəlməlidir. İndi biz 6 mol amin turşu götürmüşüksə, bizə də deyir ki, heksapeptid əmələ gəlməsinə iştirak edən kütləcə böyük olan amin turşu molekulu sadəcə 2 dəfə çox olarsa. İndi belə çıxır ki, birini 4 mol götürməliyəm. Məsəl üçün, birinə 4x deyək, birini 4 mol götürək. Məsəl üçün, deyək ki, emeri böyük olanı x-dan ifadə eləyək. Ondan 4 mol götürək. Çünki deyir ki, emeri böyük olan molekul sayı baxımından 2 dəfə çoxdur. Onda birinə 4 mol, birinə də 2 mol deməliyik ki, 4 ilə 2-nin cəmi bizə 6 mol versin. Üstəlik də ki, 4 2-dən 2 dəfə çoxdur da. Molekul emeri böyük olanı x-dan ifadə eləyək. Ondan 4x qədər götürək molca. Digərini isə 2x mol 2 mol götürək. Digərini də y-dən işarə eləyək də. Deyək ki, emeri balaca olan amin turşu y-dir. Emeri böyük olan amin turşu x-dir. Emeri böyük olan, emeri kiçik olan 2 dəfə çox götürülməlidir. Onda emeri böyük olan 4x mol, 4 mol götürmüşəmsə, emerini də x-dan ifadə eləmişəmsə, emeri kiçik olanı isə 2 mol götürmüşəm. Onu da emerini bir y-dən işarə eləmişəm. 4x-dən 2 y-in cəmi mənə 6 mol amin turşu verəcək və buradan əmələ gələcək 1 mol heksapeptid. 1 mol heksapeptidin də kütləsini 640 şəklində verib. Çünki deyir ki, bunun molyar kütləsi 640-dır. Bunun da üzərinə gələcəm nə? 5 vurulsun, nə? 18. Və bizə deyir ki, bu heksapeptidi əmələ gətirən doymuş monoamin monokarbon turşuları bir-birindən 2 dənə homoloji fərq qədər fərqlənir. 2 homoloji fərq nə deməkdir? Ümumiyyətlə, istəyir amin turşuları olsun, istər nə bilim, alkanlar olsun, istər alkinlər, kim olur olsun, yəni hansı nümayəndə olur olsun, fərqi yoxdur. Siz bilirsiniz ki, homoloji fərqi bir CH2 qrupu yaradır. Bir CH2 qrupunun da kütləsi 14 qramdır ki, CH2 qrupunun da kütləsi 28 qram eləyəcək. Onda belə çıxır ki, x-in emeri y-in emerindən 28 qram böyük olacaq. O zaman mən y-in emerini tapanda x-in emerinin üzərinə 28 rəqəmi gəlməliyəm. Çünki yəni deyirəm, x-imiz emer baxımından, daha doğrusu yox, üzr istəyirəm. X-in emerini tapanda y-in üzərinə 28 gəlməliyəm. Çox üzrlü hesab edin, çox üzrlü hesab edin. Çünki x-in emeri böyükdür, y-in emeri kiçikdir. Deməli, y-in üzərinə 28 gəlməliyəm ki, x ala bilim. Homoloji fərq baxımından da 2 dənə CH2 qrupu olduğuna görə dəfələrlə demişik ki, bir CH2 qrupu hansı fərqləri yaradırdı? Deməli, 14 qram fərq yaradırdı, 4 sp3 hibrid orbital fərqi yaradırdı, ondan sonra rabitə yaradan 6 orbital fərqi yaradırdı, ondan sonra yəni cürbəcür bunlar haqqında danışmışdıq da, özünüz yəqin ki, yadınızdadır. Mənfi oksidləşmə dərəcəsi fərqi yaradırdı, 3 rabitə fərqi yaradırdı və s. İndi burada da aydın məsələdir ki, emer baxımından müqayisə edirsə, x-in emeri y-dən böyükdürsə, onda y-in emerinin üzərinə 28 gəlsə, x-in emerini ala bilərik. Niyə? Çünki 2 homoloji fərqlidir də müəllif burada bizə. O zaman nə yazaram? Yazaram 4 vurulsun. X-in yerinə yazaram y üstə gəlinsin 28. Maraqlı sualdır, çox qəşəng sualdır. Bunu da üzərinə gələrəm 2y. Bu da bizə verər 640 üstə gəlinsin 5 vurulsun 18. 5-i 18-ə vuranda bizə verəcək 90. 90-ın da üzərinə 640 gəlsək, bizə verəcək 730. Buradan 4y-dən 2y-in cəmi mənə 6y verər. Yazaram 6y bərabərdir. Deməli, 4-ü 28-ə vuraram. Bu mənə verər 112. 730-dan arasındakı fərq mənə verəcək 618. Sonra 618-i sadəcə 6-ya bölməklə y-in emerini 103 taparam. Y-in emeri 103-dürsə, x bundan 28 qram çox olmalıdır. 103-ün də üzərinə 28 gələndə mənə verər x-in emeri 131. İndi bizə nə deyir? Deməli,
heksapeptid əmələ gəlməsinə iştirak edən kütləcə böyük olan amin turşu molekulun sayı nəsə onun molekulundakı karbon hibrid ortaqların sayını tap. Aha, heç nə. Emeri böyük olan hansı olacaq? Emeri böyük olan 131 olandı. İndi bu amin turşunu tapmalıyıq. Amin turşular bilirsiniz ki, formul olaraq NH2, CnH2, COH formulundan hesablanır. Bunların emerini hesablayanda CnH2-nin hissəsi 14-dən verəcək bizə. Karboksil qrupu səhv eləmirəmsə 45 verməlidir. Səhv eləmirəmsə 45 verməlidir. NH2 qrupu isə verməlidir hardasa 16. 45 ilə 16-nın cəmi 61 verəcək. Deməli 14-dən üstə gəl 61 mənə 131 verər. 131 ilə 61 arasındakı fərq 70, 70 də 14-ə böləndə enimiz 5 eləyəcək. Deməli bizim enimiz 5-ə bərabərdir. İndi bu amin turşuda hibrid ortaqların sayını tap deyəndə, bax burada CnH2-nin hissəsi var. Bunu pozub C5H10 yazacağıq. Və burada yadda saxlayın ki, karbonu soruşur, azotu soruşmur. Azotu soruşsa orada sp3 vəziyyətdədir, söz yox. Amma bizdən karbon soruşduğuna görə C5H10 hissəsində 5 karbon hərəsinin 4 dənə sp3 var. 5-i 4-ə vuranda 20 sp3 oradan tapacaq. Karboksil qrupundakı karbon da sp2 vəziyyətdədir. Onda 3 dənə sp2-si var. 20 ilə 3-ün cəmi mənə 23 verər. Maraqlı sualıdır. 25-də doğru cavabı D variantı seçərik. 25 bitdi, keçirəm 26-cı çalışmanın izahına. Deyir, bir mol sikl alkanın müəyyən hissəsinin tam yanmasından 2 mol su alınmışdır. Bu sikl alkanın qalan hissəsində olan atomların sayı ümumi atomların 50%-ni təşkil edirsə, sikl alkan molekulunda hibrid ortaqların sayını hesablayın. Deməli, CnH2n sikl alkanıdır. Bunun üzərinə oksigen gəlirəm. 3n bölünsün 2 və yaxud da ki 1,5n də yaza bilərsiniz. Oksigen gələndə n qədər karbon qazı, n qədər də H2 əmələ gələcək. Bizə deyir ki, reaksiya zamanı 2 mol su əmələ gəlib. 2 mol su əmələ gəlmək nə deməkdir mənlər? Baxın, 2 mol H2O 4 hidrogen atomu deməkdir. Onda belə çıxır ki, bir də onu da deyim ki, əgər 2 mol su əmələ gəlsə, dünya dalsa da 2 mol karbon qazı yaranacaq. Niyə? Çünki n mol su yarananda n mol karbon qazı yaranırsa, demək 2 mol su yarananda da 2 mol karbon qazı yaranmalıdır da. Axı, eyni də əmsalları. O zaman 2 mol su yaranırsa, bu 4 hidrogen atomu deməkdir. Belə çıxır ki, həm də 2 mol karbon qazı yaranıbsa, bu 2 mol karbon deməkdir də. Normalda mənim alkanımda, sikl alkanımda CnH2n qədər atom var idi. İndi burada CnH2n qədər atom vardı, n qədər karbonum var idi. İkisi getdi, n çıxılsın 2 qədər karbonum qaldı. Hidrogenim də 2n idi. Bundan da 2 mol su əmələ gələndə 4 mol hidrogen atomu çıxdı. Çünki 2 mol su yaranıbsa, bu 4 mol hidrogen itkisi deməkdir də. Bərabərliyin sağında 2 mol su yaranıb, bəli. Bu nə qədər hidrogen atomunun sərfi deməkdir? 4 hidrogen atomunun sərfi deməkdir. O zaman sərf olan hidrogenlərdə 2n çıxılsın 4 olacaq. Ümumilikdə 3n çıxılsın 6 atom sərf olunacaq. Daha doğrusu qalacaq yerində. Çünki yenə deyirəm, n qədər karbondan ikisi getdi, n çıxılsın 2 karbon qaldı. 2n qədər hidrogendən 4-ü getdi, 2n çıxılsın 4 hidrogen qaldı. Sonda 3n çıxılsın 6 atomum qalacaq. Sərf yox. Yəni 3n çıxılsın 6 atomum qalacaq. Çünki yenə deyirəm, belə də ümumilikdə hesablaya bilərsiniz, daha rahat olsun deyə. 3n qədər atom var idi, bəli. Bundan nə qədər getdi? İkisi karbon qazına sərf olundu. Yəni 2 karbon bura sərf olundu. 2 mol suya da 4 hidrogen sərf olunduğuna görə ümumilikdə 6 atom sərf olundu. Yerdə qalan atomların moldu 3n çıxılsın 6. Mənə deyir ki, burada qalan atomlar, deməli, bu sikl alkanın qalan hissəsində olan atomların ümumi sayı əvvəlki atomların yəqin ki, əvvəlki atomların 50%-ni təşkil edir. Əvvəlki atomların da 3n-dir. Onda belə çıxır ki, 3n çıxılsın 6-nı 3-ə böləndə, 100-ə vuranda mənə 50 verməlidir. Mən bu birbaşa sıfır tamında 5 elədim. Bu da o deməkdir ki, 3n çıxılsın 6 bərabərdir 1,5 n-ə. Buradan 1,5 n-imiz 6-ya bərabərdir. N-i tapanda 6-nı sadəcə 1,5-ə böləcəyik. Bu da eləyər 4 karbonlu. Yəni n-imiz buradan 4 karbonlu, yəni siklobutan verər. İndi siklobutan olmasın, metil siklopropan olsun, fərqi yoxdur. Əsas odur ki, 4 karbonlu sikl alkan tapdıq. İndi burada hibrid ortaqların sayını tap deyəndə siz bilirsiniz ki, sikl alkanlarda karbonlar sp3 vəziyyətdədir. Hər karbonun 4 sp3-ü var. 4 dənə karbonun da 4-4-ə vuranda 16 sp3 eləyəcək. 26 doğru cavab C variantında göstərilibdir. 27. Glisinin alanin ilə əmələ gətirdiyi tetrapeptid molekulunda hidrogen atomlarının minimum sayı x-dir. Hidrolizdən alınan glisinin molekullarının sayı n-ə bərabərdir. İndi belə deyək də, glisinin alanindən əmələ gələn tetrapeptid. Siz bilirsiniz ki, glisin yazılır necə? Deməli, NH2, CH2, COH. Alanin necə yazılacaq? Alanin də NH2, CH2. İndi alfadır, betadır, bu məni maraqlandırmır. Sadəcə formulunu yazıram. NH2, CH2, CH2, COH şəklində yazılır və mənə deyir ki,
hidrogen sayı minimum olsun. Hidrogen sayının minimum olmağı o demək ki, mən qlisindən çox miqdarda götürəcəm ki, zaten qlisində hidrogen sayı azdır da. Mən buradan tetrapeptid yaratmaq istəyirəmsə, onda mən qlisini mol miqdarını belə deyim də, çox götürüm. Alanini az götürüm ki, qlisini çox götürəndə hidrogen sayı mənə minimum versin. O zaman tetrapeptid deyirsə, bilirsiniz ki, 4 mol amin turşu götürülməlidir. Onda mən bu 4 mol amin turşunun 3 molunu glisin düşünüm, 1 molunu alanin düşünüm. 1 mol tetrapeptid alım, 3 mol da su alım və bu zaman glisini az miqdarda, daha doğrusu çox miqdarda götürdüyümə görə hidrogen sayı minimuma düşsün. O zaman hidrolizdən alınan glisin sayı 3-ə bərabərdir. Bu əla, bunu o dəqiqə tapdıq. Burada molekulda hidrogenlərin sayı neçəyə bərabər olacaq sual versələr. Gəlin baxaq. 3 mol glisində, baxın glisində NH2, CH2, COH 2, 4, 5. 5 hidrogen var. 3'ü 5'e vuranda 15 hidrogen burada verdi. Alanında 2, 4, 6, 7. 7 1 mol alanında 7 mol hidrogen var. Bu bərabər olacaq 1 mol tetrapeptdəki hidrogenlərin sayı. Üstə gəl 3 mol suda da 3'ü 2'ye vuranda 6 hidrogen eləyəcək. Buradan 1 mol tetrapeptdəki hidrogenlərin belə deyək də minimum sayını hesablayanda neçə verəcək bizə? 3'dən 5'in 15. 15'in üzərinə 7 gələk. Buradan da 6'nı çıxaq. Elə birbaşa da çıxa bilərik. Burada qalar 1. Nəysə, bu da verəcək bizə 16. Deməli, peptiddə 16 hidrogen olacaq. Aha, bizə nəyi soruşur? X-də 16 tapdıq. Bizə nəyi soruşur? X-dən N-in cəmini soruşur. 16-dan 3-ün cəmi bizə 19 verəcək. 27-də doğru cavabı D variantı seçərsiniz. Növbəti digər çalışma ilə izahımıza davam edirik. Burada 28-də deyir ki, qatı sulfat turşusu ilə tam reaksiya daxil olan metallar, natrium, civə və mis. Reaksiya zamanı alınan qarışığın qazların orta molar kütləsi 54. Metal qarışığının natriumun mol sayını hesablayın. Deməli, natrium, civə və mis qatı sulfat turşusuna reaksiya məhsullarını gəlin yazağın. Natriumun üzərinə H2SO4 gəlsək, reaksiya zamanı əmələ gələcək natrium 2SO4, üstə gəlinsin H2S. Bir də təbii ki, su əmələ gələcək. Əmsallaşdırsaq, birbaşa gəlin yazaq. Kükürt müsbət altdan mənfi 2-yə gəlib 8 elektron. Natriumda 1-ə gəlibdir. Onda bura 1 yazıb, bura 8 yazmalıyıq. Bura 4 yazsaq. Natrium 8-ə tamamlandı. Kükürt sayı 5 olduğuna görə H2SO4-də 5 yazaram. 20 oksigen oldu. Hidrogen də 10 moldu. Deməli 2 burada 10'du. Onda bura yazarıq yəqin ki 4 mol. Cəm 10 mol hidrogen olsun. Bir dənə oksigenlərə baxaq. 20, 16, 20. Məncə tamamlandı. Doğrudur. Civə ilə misdə də eyni əmsallaşdırma olmalıdır. Civənin üzərinə H2SO4 gələndə hidrargium SO4 əmələ gələr. SO2 qazı yaranar. Bir də su əmələ gələr. H2 əmələ gələr. Burada da civə 0-dan müsbət 2-yə, kükürt də müsbət 6-dan müsbət 4-ə gəlib. Məncə burada əmsallar hamısının qarşısına 1 düşməlidir. Onda H2SO4-ə 2 yazsaq, suyun da qarşısına 2 yazsaq 8 oksigen. Bəli, oksigen də tamamlandı. Misdə də həmçinin bu şəkildə olmalıdır. Misin də üzərinə 2 mol H2SO4 gəlməliyik. 1 mol kuprum SO4 əmələ gələcək. SO2 yaranacaq. Bir də su əmələ gələcək. Deməli, suyun da qarşısına 2 yazsaq, məncə əmsal tamamlanır. Çünki civə ilə eyni olmalıdır bunda əmsallar. Çünki reaksiya məhsulları eynidir. Valentlik də eynidir. İndi bizə deyir ki, reaksiya zamanı alınan qarışığın orta molar kütləsi 54'dür. İndi müəllimlər belə deyək də, reaksiya zamanı əmələ gələn qarışıq H2S ilə SO2-dir qaz qarışığı. Gəlin H2S-i yazaq, SO2-ni yazaq. M orta düsturundan gedək. 34 H2S-dir, bu da 64'dür. Əmələ gələn qaz qarışığının orta molar kütləsi 54 olduğuna görə bu şəkildə yazaq. 54'dən 34 çıxsam 20, 64'dən 54 çıxsam 10, ixtisar aparsam 1x-in 2x-ə nisbəti. Deməli, reaksiya zamanı 1x qədər H2S yaranmalıdır. SO2-lər isə 2x qədər yaranmalıdır. İndi 2x qədər SO2 civə ilə misin reaksiyasından əldə olunub. Amma dəqiq bilirəm ki, 1x qədər H2S natriumdan reaksiyadan əldə olunubdur. İndi 1x qədər H2S yaranıbsa, deməli, reaksiya üçün 8x qədər natrium daxil olmalıdır. Yəni, burada düzdür x veribdir. Mən yəni, bunu lap A molda yaza bilərəm. Problem yoxdur. Deməli, reaksiya zamanı A mol deyək ki, natrium reaksiyası sərf olunub. Mən də deyirəm ki, əgər 1x qədər H2S yaranıbsa, bu 8x qədər natriumdan yaranmalıdır. Niyə? Çünki 1 mol hidrogen sulfidi 8 mol natriumdan yaranırsa, biz də gördük ki, nisbətə uyğun 1x qədər H2S yaranmalıdır. Bu da 8x qədər nədir? Natriumdan yaranar. O zaman əmələ gələn natriumun mol miqdarı, daha doğrusu sərf olunan natriumun mol miqdarı 8x olar. Bu da molca A mola bərabər. Yəni A'mız 8x oldu. Düzdür, burada balaca x veribdir. Mən onu qarışdırmamaq üçün yazmışam da ki, yəni o fərqli olsun da.
Yəni 1x qədər H2S yaranıb, bu 8x mol natriumdan yaranar. Onda sərf olunan natriumumuz 8x mola bərabərdir. Civə ilə mis isə ikisi birlikdə 2x mol sərf olunmalıdır. Niyə belə sərf olunmalıdır? Çünki baxın, 1 mol SO2 1 mol civə sərf eləyir. 1 mol SO2 1 mol mis sərf eləyir. Cəm 2 mol SO2 qazı yarananda 2 mol da metal civə mis qarışığı reaksiyası sərf olunur. Burada isə biz dedik ki, 2x qədər SO2 yaranmalıdır. 2x qədər SO2-nin yaranması üçün mis və civə ikisi birlikdə 2 mol sərf olunmalıdır. O zaman deməli civə ilə misin ikisinin birlikdə mol miqdarı, yəni Y-dən Z-in ikisinin birlikdə mol miqdarı neçəyə bərabər olacaq? Deməli 2x mola bərabər olacaq. İndi tapdıq ki, natrium mislə müqayisədə, natrium mis və civə ilə müqayisədə 4 dəfə artıq mol miqdarda sərf olunmalıdır. 4 dəfə artıq mol miqdarda sərf olunmalıdır. Aha. Deməli bunu tapdıq. İndi biz tapdıq ki, reaksiya üçün 8x mol natrium, 2x mol da civə mis qarışığı sərf olunmalıdır. Cəm reaksiya sərf olunan metallar qarışığı 10x moldur. Bizə deyir ki, reaksiya sərf olunan natriumun mol payını tap. Mol payı o deməkdir ki, sərf olunan natriumun mol miqdarını bölməliyəm qarışığın ümumi mol miqdarını, vurmalıyam 100%-ə. O zaman 8x-i bölərəm 10x-ə, vuraram 100%-ə. Bu da mənə verər 80%. Deməli, reaksiya üçün sərf olunan natriumun mol miqdarı faiz etibarıyla, yəni mol payı 80%-ə bərabərdir. Bu da bizə 28-də A variantında göstərilibdir. Növbəti digər çalışma ilə davam edək. Görək digər çalışmada bizə nə deyir? Aha. Deməli 29. Eləmi? Aha. Deyir ki, doymuş bir atomlu spirt ilə doymuş bir əsaslı karbon turşusunun əmələ gətirdiyi mürəkkəb efir molekulunda cəmi 10 sigma rabitə mövcuddur. İndi müəllimlər istəyirsiniz belə ümumi formul yazaq. Deməli, mürəkkəb efirlər üçün ümumi formul CnH2-nin O2 formuluna uyğundur. Niyə? Çünki mürəkkəb efirlər karbon turşularından sinteraz izomerlik yaradır. Və bütün alifatik birləşmələrdə sigma rabitələrin sayı atomların sayından 1 vahid əksikdir. Bunlarda 3n üstə gəlsin 2 atom var. Atom sayından 1 vahid çıxmaqla 3n üstə gəlinsin 1 sigma tapırıq. 3n üstə gəlsin 1 sigmamız 10-a bərabərdirsə 3n'imiz 9-a, n'imiz 3-ə bərabərdir. N'in üç olmağı o demək ki, bu CH6O2 mürəkkəb efiridir. İndi deyir ki, efirin turşuya aid olan hissəsində neutron sayı spirtə aid olan hissəsindəki neutron sayından 6 vahid az olarsa. İndi efirin turşuya aid olan hissəsindəki neutron sayı spirtə aid olan hissəsindəki neutron sayından 6 vahid azdırsa, onda belə çıxır ki, belə deyək də, turşunun tərkibdəki karbon sayı spirtin tərkibdəki karbon sayından azdır. İndi mənim efirim cəmi 3 karbonludursa, onda dəqiq bunun 1 karbonu düşəcək turşu tərəfinə. 2 karbonu da mən yazaram spirt tərəfinə. Spirt tərəfinə daha çox karbon düşsün ki, orada neutron sayı daha çox olsun, turşu tərəfində neutron sayı az olsun, düzdürmü? Ona görə heç mən 6 vahidə falan diqqət eləmirəm. İndi gəlin lap istəyirsiniz yoxlayaq. Nə deyir? Efirin turşuya aid olan hissəsində neutron sayı. Efirin turşuya aid olan hissəsi bu hissədir. Burada nə qədər neutron var? Zaten hidrogenin neutronu yoxdur. Oksigenin 8, karbonun 6, 8-dən 6-nın cəmi 14-dür. Onda digər tərəfdə 20 neutron olmalıdır. Gəlin görək düzmü tapmışıq. Hidrogenin zaten neutronu yoxdur. Karbon deməli 2-dən 6-nın 12, 8 də oksigində, bəli, həqiqətən 20 neutron da burada oldu. Həqiqətən fərq 6-ya bərabərdir. Amma yoxlamasaq belə vizual olaraq, yəni məntiqlə bir tərəfinə qarışqa, bir tərəfinə də etil spirti yaza bilərsiniz. İndi deyir ki, turşu, yəni söhbət burada qarışqa turşusundan gedir. Misk hidroksidlə reaksiya daxil olur. Bəli, turşu misk hidroksiddən oksidləşmə reduksiya reaksiyasına daxil olur. Ümumiyyətlə, digər turşular da misk hidroksiddən gedə bilər, amma sırf oksidləşmə reduksiya tipli reaksiyanı bizə qarışqa turşusu verir. Çünki o özünü aldehid kimi aparır. Spirtin izomeri yoxdur. Etil spirtinin izomeri niyə də yoxdur? Var. Dimetil efiri, sadə efir. Maddənin molekulunda 2 ədəd birli karbon var. İndi mən bunu O, CH2, CH3 kimi yazsam, bax bu birlidir, bu da birlidir. Bu isə heç nəlidir, çünki heç bir karbon qonşusu yoxdur. Birli karbon o demək ki, bir karbon qonşusu olsun. Deməli, üçüncü ifadə doğrudur, çünki 2 dənə bir karbon qonşusu olan qrup gördük. Metil etanoatdır. Deməli, metil etanoat deyil, çünki belə deyək də, spirt tərəfi metil spirti deyil, etil spirtidir. Ona görə bu getdi. Doğru ifadəmiz nə oldu deyəsən 1-3 oldu, eləmi? Onda 29-da D variant seçək. Gəldik 30-da. 30-da bizə deyir ki, alkaden molekulunda karbon atomlarının sayı minimum olsun və konjuge olunmuş olsun. Siz bilirsiniz ki, kumulü olunmuş, konjuge olunmuş və izole olunmuş alkadenlər var. Konjuge olunmuş alkadenlərin ilk nümayəndəsi butadiendir. CH2, 2 qat rabitə CH, 2 qat rabitə CH2 və burada konjuge olunmuşda minimum karbon 4 karbonludan başlayır.
Deyir ki, bu əvəz etmə reaksiyasına daxil olur. Burada bir dənə düzəliş edək. Əvəz etmə reaksiyasına daxil olur. Əslində müəllif burada birləşmə və əvəz etmə reaksiyasına daxil ola bilir. Yəni birləşib tam doymuş vəziyyətinə gələndən sonra əvəz etmə reaksiyasına daxil olur. Yəni molekul birləşmə reaksiyasına daxil olur halogenlərlə. Daxil olandan sonra yerdə qalan hidrogen əvəz etməyə daxil ola bilir. Siz bilirsiniz ki, istər alkagenlər olsun, istər alkinlər olsun və s. doymuş vəziyyətə gələndən sonra zaten onlar əvəz etməyə daxil ola bilirlər. Hidrogen sayı qədər növbəti mərhələdə əvəz etməyə daxil ola bilirlər. Ona görə də bu birinci ifadəni doğru qəbul edək. Dərəcə Selsi temperaturda bromla reaksiyadan 1,4 birləşmə əmələ gətirir. Yəni 1,4 vəziyyətdə birləşmə gedir demək istəyir. Bəli, 0 dərəcədən aşağıda 1,2, 50 dərəcədən yuxarıda isə 1-ci, 4-cü vəziyyətlərdə birləşmə reaksiyasına daxil olur. Bu doğrudur. Növbəti mərhələ tam hidrogenləşmə məhsulunun qaynama temperaturu. Tam hidrogenləşəndə bu butan əmələ gətirir C4H10. 2,2 dimetil butan isə 6 karbonlu alkandır. C6H14 olacaq. Deyir ki, 2,2 dimetil butandan böyükdür. Xeyr, emir artanda bunlarda qaynama temperaturu artır. Deməli, C6H14-ün qaynama temperaturu daha da yüksək olar. Bu deməli səhvdir. sp2 hibrid ortalarının sayı. Burada nə qədər deyir sp3. Heç burada ümumiyyətlə sp3 yoxdur. Heç bu suala baxmaya bilərdiniz. Çünki burada sp3 vəziyyətdə karbon yoxdur. Doğru ifadə 1-2 Y variantında göstərilibdir. 30-dan sonra davam edirəm 31 nömrəli tapşırıqla. Deyir, bu da N-in hansı qiymətində bu birləşmə beta amin turşudur. Beta nə deməkdir? Yəni bu birinciyə heç bir şey demirik. Yanında gələnə alfa vəziyyət deyirik. Baxın NH2 yazsam, beta vəziyyət o demək ki, mən bunu CH2, COH yazaram. Bu alfa vəziyyət, bu isə beta vəziyyətdir. Beta amin turşu olmaq üçün mütləqdir ki, mən burada bu şəkildə yazmalıyam ki, beta vəziyyəti amin qrupu birləşdirə bilim. Onda N-in hansı qiyməti? N-in 2 qiymətində. Onda doğru cavab 31-də C variantını seçərik. Növbəti 32-ci çalışma. Butanol 140 dərəcədən yuxarı temperaturda. Siz bilirsiniz ki, 140-dan aşağıda spirtlər əmələ gətirirlər sadə efirləri. Amma bir qədər yuxarı temperaturda, yəni 140 dərəcədən yuxarı temperaturda artıq burada bilirsiniz ki, alken əmələ gəlir. İndi butanol 1-dirsə CH2OH, CH2, CH2, CH3. 140-dan yuxarıda dehidratlaşanda OH buradan, H da buradan qopur. Əmələ gəlir buten 1 maddəsi. Deməli, X-imiz nədir? Buten 1. Bax, yazıram. Buten 1. Buten 1-i yazdıq. Deyir, X maddəsi üçün hansı ifadələr doğrudur? Cis və trans izomeri var. Buten 1-də cis trans izomerlik yoxdur. Niyə? Çünki 2 qat rabitəli karbonlara, bax burada CH2 var ha. 2 dənə eyni atom birləşib. Cis trans izomerlik yaranması üçün 2 qat rabitəli karbonlara müxtəlif atom qrupları birləşməlidir. Deməli, bu səhvdir. Molekulda 11 sigma və pir rabitəsi var. C4H8 yazıram. Bütün alifatik birləşmələrdə atom sayından 1 vahid əksik sigma rabitələrin sayını göstərir. 12-dən 1-i çıxmaqla 11 sigmamız olacaq. Təbii ki, molekulda bir dənə də pir rabitəsi var. Bu da doğru ifadədir. H-xlor ilə Markovnikov qaydası üzrə reaksiya girir. Əgər burada buten 1-də 2 qat rabitəli karbonların hidrogenləri fərqlidirsə, bu mütləq Markovnikov üzrə reaksiya girəcək. Hidrogenin çox olandan xlorda hidrogen az onunla birləşəcək. Davamlı karbkation əmələ gəlməsi istiqamətində reaksiya gedir. Üçüncü ifadə də doğrudur. Bromla reaksiyasına 1,2 dibrom 2 metil. Ümumiyyətlə burada 2 metil nə gəzir? Yəni bu belə bir izoquruluş yoxdur burada. Elə baxan kimi doğru cavabı 32-də 2 və 3 seçə bilərdiniz. Hansı ki, bu da bizə C variantında göstərilibdir. 33. Riboza və dezoksiribozadan ibarət olan 10 mol qarışığın tam hidrogenləşməsindən zamanı asimetrik karbon atomları 6 vahid azalmışdır. Keçən sualdır. Deməli, müəllimlər, yadınıza gəlsə, karbohidratlar dərsində bu haqda ətraflı danışdıq. Hətta mən belə bir şey yazdırdım sizə. Glikoza, fruktoza ardıcıl yazaq. Uşaqlara da bunu yazdırmışdım qayda kimi. Glikoza, fruktoza, riboza, dezoksiriboza. Sonra da mən burada yazıram açıq quruluş, qapalı quruluş. Telefon nömrəsi kimi yadımızda saxlayırdıq. 45, 34, 34, 23. Yəni açıqda glikozanın 4, qapalısında 5, fruktozanın açığında 3, qapalısında 4 və s. asimetrik karbonların sayını bu şəkildə göstərmiş. İndi biz burada qapalı ilə işləm birlikdə qapalı hissələrini pozuram, açıqları saxlayıram və hidrogenləşmə zamanı yadda saxlayın. Glikozadan sorbit spirt əmələ gəldikdə burada asimetrik karbon sayı ümumiyyətlə dəyişmir. Fruktozada hidrogenləşmə zamanı sorbit spirt əmələ gəlir, asimetrik karbon sayı 1 vahid artır 4 olur. Ribozada 3-dən 1 vahid azalma olur, 2-yə düşür. Deməli, dəyişim baş verir. Dezoksiriboza isə hidrogenləşəndə, dezoksiribit spirt əmələ gətirəndə orada asimetrik karbon sayı dəyişmir, necə var, yerdə qalır. İndi bizə burada fruktoza ilə, riboza ilə dezoksiribozanı deyib, ona görə bunlara baxmayaq. Riboza, dezoksiribozaya baxaq və burada görürük ki, ancaq riboza 1 vahid azalır, dezoksiriboza olduğu kimi qalır. İndi 6 vahid azalma varsa, deməli 1 mol riboza, 1 mol asimetrik karbon sayı azaltdı, çünki 3-dən 2-yə keçid elədik. O zaman 6 asimetrik karbon sayı dəyişibsə, görərsən burada nə qədər riboz olub.
Deməli 10 mol qarışığın dəqiq bildik ki 6 mol riboz olub ki, bu ribit spirtinə çevriləndə hər bir molda 1 mol asimetrik karbon sayı dəyişir. 6 molda da 6 mol asimetrik karbon sayı dəyişəcək. Yəni 6 azalma müşahidə olunacaq. İndi bizə deyir ki, ilkin qarışıqdakı dezaktribozanın mol payını tapın. Deməli, tapdıq ki, 10 molun dəqiq 6 molu ribozadır, 4-ü isə dezaktribozadır. Dezaktribozanın mol payını tapanda 4-ü 10-a bölərsiniz, yəni ilkin qarışığın mol miqdarına bölərsiniz, 100%-ə vurarsınız. Bu da sizə verəcək 40%, doğru ifadə 33-də Y variantında göstərilibdir. Növbəti ifadə ilə davam edirik. Deyir ki, A duzunun 200 qram 20%-li məhlulu 300 qram X%-li məhlul ilə qarışdırılır və bu zaman B%-li məhlul alınır. Başlanğıc məhlulların kütlələri bərabər götürüldükdə 500 qram 30%-li məhlul alınırsa, yaxşı, başlanğıc maddələrin kütləsini eyni götürsək, deyir, 500 qram məhlul alınacaq. Onda belə çıxır ki, başlanğıc məhlulu mən əgər 250 qram düşünsəm, 250 qram 20%-li məhlul düşünsəm və 250 qram X%-li məhlul düşünsəm, gəlin düsturumuzu yuxarıda yazaq. Bilirsiniz ki, M1 omega 1 üstə gəlsin M2 omega 2 bərabərdir. M1 üstə gəlsin M2 vurulsun omega son. Burada M1-im 250 qramda, omega 1-im 20%-dir. Üzərinə gəlirəm M2, yəni 250 qram vurulsun omega 2, yəni X%. Bu bərabərdir M1 üstə gəl M2, yəni 500 vurulsun omega son, yəni 30. Buradan tez avtomatik mən X-i tapacam. Neçə olar? 250-ni 20-yə vuraq. Haradasa 2-dən 5-in 50, 5000 eləyər yəqin ki. 250-ni 20-yə vuranda yəqin ki 5000 eləyər. 5000, burada da 500-ü 30-a vuranda 1500, 15000 eləyər yəqin. Bunlara çıxsaq, burada 10000 qalar çox güman ki. Burada da 250x qaldı. Onda mən 10000-i bölüm 250-yə də. O da bizə neçə verər? Təbii ki, haradasa 40 verəcək. Deməli, x-i tapacaq 40%-li məhlul. Nə gözəl. X-i tapdıq nə? 40%-li. İndi x-i 40% tapdıq, gəlin yazaq B%-ni tapaq. Görək nə deməkdir? Deməli, 200 qram 20%. İndi biz əvvəlki prosesə geri qayıdırıq. İndi deyir ki, əgər sən 200 qram 20%-li məhlul götürsən, 200 vurulsun 20. Bunu 300 qram 40%-li məhluluna atdıq. Axı mən x-i tapmışam 40. 300 qram 40%-li məhlulla qarışdırsan, yəni 300 vurulsun 40-la qarışdırsan, sonda B%-li məhlul alacaqsan. Onda 300-dən 200-ün cəmmənə 500 verəcək. Vuracam B%li məhlul alacam. Buradan B-ni tapsaq, yenə də tənliyə həll eləyək. Buradan hamısını ixtisar aparaq. Burada 2 qalsın. 2 dənə 20-nin 40. Burada da 3-dən 4-ün 120. 120, 40, yəqin ki 160 eləyər. Burada da 5 qalıbdır. Heç nə, 160-ı 5-ə bölək də. Buradan B-miz olacaq 32. Deməli, mən 32% məhlul alardım. Deməli, indi tapdım ki, B-miz də neçəyə bərabərdir? 32-yə bərabərdir. Növbəti halda bizə deyir ki, B% məhlulun doymuş hala keçməsi üçün neçə qram su buxarlandırılmalıdır? Aha, indi B% məhlul 32% məhluldur. Deməli, 32% deyir məhlulu doymuş hala gətirmək üçün sən nə qədər su buxarlandırmalısan? Aha, deyir bu zaman B% məhlul alınır. Başlanğıc məhlulları bərabər kütlədə götürdükdə 500 qram 30% məhlul alınarsa, B%li məhlul doymuş hala gətirməyəcək. Yəni, demək istəyir ki, sən əgər 32% məhlul almısansa, 500 qram 32% məhlul almısansa, çünki məhlulumuzun kütləsi hər iki təqdirdə 500 qramdır da. 500 qram 32% məhlulu tam doymuş vəziyyətə gətirmək üçün sən burada nə qədər su buxarlandırmalısan? Gəlin yazaq, 500-ün 32%-ni tapaq. Bu neçə eləyər? 5-i 32-yə vurarıq da, düzdürmü? Haradasa mənə verər 160 qram duz, yerdə qalan 500-ün də 160-ını çıxsaq, 340 qram da su verər. İndi deyir ki, sən əgər buradan doymuş məhlul almaq istəyirsənsə və hansı ki doymuş məhlulun KH 800-ə bərabərdir, buradan səncə nə qədər su buxarlandırmalısan? Yaxşı, KH-ın düsturuna görə KH bərabərdir, duz bölünsün, su vurulsun 1000. Yəni 800 bərabər olacaq duz, duzumuz nə qədərdir? 160, bölünsün su, suyumuz nə qədərdir? 340, amma deyir nə qədərsə buxarlandır. Onda çıxılsın x yazaq da, x qədər su buxarlandıraq. Ya A qədər, ya B qədər, nə qədər istəsəz yazın. Vurulsun 1000-ə. Bunlar ixtisar getdi, burada qaldı nə qədər? 10 qaldı yuxarıda. Burada da 8 qaldı da, düzdürmü? Onda onu 160-a vursaq 1600 verər. Bu bərabər olar neçə? Burada da 8 qalıbsa, heç nə, 340-ı vuraq 8-ə, 2720. 2720, buradan da çıxaq 8x-i. Aha, 2720-dən çıxaram 1600-ü, tapdığım rəqəmi bölərəm 8-ə, mənə verər 140. Deməli, 140 qram x bərabərdir 140. 140 qram su buxarlandırmalıyam, hansı ki 34-də Y variantında göstərilibdir. 35 ilə davam edirik. Deyir, x 3 müsbət yolunun 23 elektronu var. Əgər 3 müsbət vəziyyətdə 23 elektron varsa, deməli, əvvəli 26 elektron olub da. Niyə? Çünki 3 müsbət yonu nə deməkdir? Yəni 3 elektron veribdir. 3-ünü verəndən sonra 23 olsa, deməli bunun əvvəli 26 olub.
İndi 26-dırsa təbii ki, bunu baxan kimi dəmir olduğunu bilirik. Heç bilməsək belə x26 elektron formulu qabaqdan 10 dənəsini yazdıq. Bu sadə sualdır. Sonda qaldı nə? 3s2, 3p6, 3d6, elə bir 4 eskini tamamladıq. Yerdə qalanda 3d6-ya yazırıq da. Deməli 3d6. Bu element 4-cü dövrdə S ilə D-nin üstünü topladıq. 6-dan 2-ci mənə 8 verəcək. 8-ci qrupun əlavə yarım qrup elementidir. 4-cü dövr 8-ci qrup əlavə yarım qrup. Yəqin ki 35-də B variantında göstərilibdir. 36. 40 qram kristal hidratlı 160 qram suda həll edirlər və bu zaman 10% məhlul alırsan. Kristal hidratın tərkibində olan suyun kütlə payını hesablayın. Deməli, müəllimlər, siz bilirsiniz ki, kristal hidrat məsələləri belə hesablanır. Omega bərabərdir. Duz bölünsün kristal hidratın kütləsi üstə gəlinsin, suyun kütləsi vurulsun 100%. Bunu hamımız bilirik. İndi omegamız, yəni kristal hidratın faizi qatılığı 10%. 10% bərabərdir. Deməli, duz bilmirəm nə qədərdir. Bunu bölürəm kristal hidratla suyun kütləsinin cəminə. 40 qram kristal hidratla 160 qram suyun kütləsinə, yəni 200-ə vururam 100%. Bu da mənə verəcək duzu 20 qram. Duzumuz 20 qramdırsa, deməli bu 40 qram kristal hidratın 20 qramı duzdur. Onda belə çıxır ki, 20 qram da sudur da. İndi bizə deyir ki, bu kristal hidratın içində suyun kütlə payını tap. Yaxşı. Kristal hidratın içində suyun kütlə payını tapanda 40 qram kristal hidratın 20-si duz, 20-si sudursa təbii ki 50% su olacaq. O zaman 36-da da Y variantını rahatlıqla seçə bilərsiniz. 37 ilə davam edirik. 37-ci çalışma nizamımıza davam edirik. Deməli butan yazırıq, normal butan. Bunu izomerləşdiririk, izobutan əldə edirik. Yazırıq başlanğıc sərt tarazlıq. Deyir x mol butan götürülüb. Bunun A molu izomerləşməyə sərf olunub və x çıxılsın A qədər izobutan, daha doğrusu normal butan əlimdə artıq vəziyyətdə qalacaq. 1 mol butan, 1 mol izobutan, yəni 2 metil propan yaradırsa, onda A molunda elə A mol izomer yaradacaq. Və bizə deyir ki, tarazlıq halında deməli nə deyir? Birlik karbon atomlarının sayı 40% çox olur. Deməli nə deyir? İzomerləşməsi zamanı birlik karbon atomlarının sayı tarazlıq yarandığı anda 40% çox olur. Birlik karbonların sayı 40% çox olur. O deməkdir ki, baxın, bizim əlimizdə bax bu butan nə qədər qalıb? X çıxılsın A qədər qalıb və butanda da 2 dənə birlik karbon var. İzobutanda isə 1, 2, 3 qədər birlik karbon var. Onda sonda nə qədər bizim birlik karbonumuz olacaq? Birlik karbonlarımızın sayı 2x çıxılsın 2A qədər. Baxın, 1 mol normal butanda 2 mol birlik karbon varsa, x çıxılsın A-da da 2x çıxılsın 2A qədər birlik karbon olacaq və deyir ki, bu həmçinin bu izobutanda da 3A qədər birlik karbon var. Cəm bizim əlimizdə olan birlik karbonların sayı 2x üstə gəlsin A-ya bərabər olacaq. Və deyir ki, bu birlik karbonların sayı digər karbonların sayından 40% çox olur. 2x üstə gəlsin A, birlik karbonların sayı, tarazlıq halında olan birlik karbonların sayıdır və bizə deyir ki, əvvəlki birlik karbonlarla müqayisədə indi birlik karbonların sayı 40% artıbdır. 40% artım müşahidə olunub. İndi əvvəlcə bizim x mol nəyimiz var idi? Butanımız var idi. Baxın, x mol butanda 2x qədər birlik karbon olub. Çünki baxın, əvvəlcə bizim əlimizdə x mol butan olub. Bunda tərkibdə 2x qədər birlik karbon olub. Və 2x qədər əvvəlki birlik karbonun 100%-ə bərabərdirsə, indi olan birlik karbonların sayı 2x üstə gəlsin A isə 40% artıq olacaq, yəni 140%-ə bərabər olacaq. Yəni əvvəlcə əlimdə x mol butan var idi. Bu 2x qədər birlik karbon verirdi. İndi mənim birlik karbonlarım sayı 2x üstə gəlsin A-ya bərabər oldu. Bu deyir ki, müəllif, bu zaman 40% artım müşahidə olundu. Bu deməkdir ki, 2x qədər əvvəlki normal butan, reaksiya başlamamışdan əvvəl təkcə mənim əlimdə x mol normal butan var idi. Bu da 2x qədər birlik karbon verirdi axı. İndi 2x qədər birlik karbonum var isə, bu 100%-ə uyğun gəlirsə, indi növbəti halda mənim əlimdə x çıxılsın A qədər butan artıq qalıb, A qədər də izobutan yaranıbdır. Cəm burada dedik ki, 2x üstə gəlsin A qədər birlik karbon olub və bu birlik karbonlar əvvəlki karbonlara müqayisədə 40% çox olubdur. Əvvəlki birlik karbonlarla müqayisədə. Onda 2x-ım əvvəlki birlik karbonlarım 100% etsə, onda 2x üstə gəlsin A-mız da 140%-ə bərabər olacaq. Buradan tənliyə həll eləsək, ixtisar gedir, 1,4 qalır, 2,8x-imiz bərabər olur 2x üstə gəlsin A-ya. A-mız da bərabər olur 0,8x-ə. A-mız 0,8x-ə gətirək yerinə qoyaq. Buradan 0,8x çıxsaq, burada qalacaq 0,2x. A-mız da buradan neçəyə bərabərdir? 0,8x-ə bərabərdir. KT-ni hesablayanda nə edəcək? Sağ bölünsün, sol qaydasından istifadə edəcək. Sağda 0,8x-dir. Qabın həcmi 2 litrdir. Bunu nəzərə almaya da bilərsiniz müəllimlər. Çünki niyə ixtisar gedəcək? 0,8x-i böləcək 2-yə, böləcək sol tərəfdəki maddənin tarazlıq qatılığını tapmaq üçün 0,2x-i böləcək 2-yə. Zaten yenə deyirəm, 2-lər ixtisar gedəcək, x-lər ixtisar gedəcək, KT-ni 4 tapacaq. Doğru ifadə 37-də D variantında göstərilir. Bu da çox qəşəng maraqlı sualdır. 37 bitəndən sonra keçirəm 38 nömrəli tapşırığımızın izahına. 38-dən davam edirik.
Deyir karbol turşusu. Karbol turşusu bilirsiniz ki fenoldur. Fenolun nitrat turşusuna reaksiyasından bilirsiniz ki 2,4,6 trinitrofenol əmələ gəlir. Çünki OH qrupu birinci növ əvəzləyicidir. İkinci, dördüncü, altıncı vəziyyətdəki karbonların hidrogenlərinin mütəhərrikliyini artırır və 2,4,6 trinitrofenol əmələ gəlir. Deyir bu birləşmənin molekulunda oksigen atomlarının mol sayını müəyyənləşdirir. Oksigen atomları baxın NO2 qrupunda hərəsində 2, 2, 2, 6, bir dənə də OH qrupunda 7 oksigen mövcuddur. Bu da bizə 38-də B variantında göstərilibdir. 39. Hansı reaksiyada polyar rabitəli qeyri-polyar molekul yaranır? Qəşəng sualdır. Qarışqa turşu mis hidroksid iştirakında reaksiya girəndə karbon qazı əmələ gətirəcək. Sonra mis 1 oksidlə su yaranacaq. Kuprum 2O, bir də H2 əmələ gələcək. Karbon qazı qeyri-polyar molekuldur. Niyə? Çünki burada karbon maksimal oksidaşma dərəcəsi müsbət 4-ü göstərir. Rabitə də polyar kovalent rabitədir karbon oksigen arasında. Deməli buradan götürə bilərik, doğrudur. Buradan natrium 2 CO3 əmələ gəlir. Bir də hidrogen gəlib birləşir CH3 qrupuna metan əmələ gətirir. Bir də natri karbonat yaradır. Natrium karbonata molekul kimi baxmadığımıza görə o haqda yazmayacağım. Çünki ion rabitəli birləşmədir. Amma metan molekulyar quruluşlu maddədir. Metan bilirsiniz ki, karbohidrogen olduğuna görə qeyri-polyar molekuldur və rabitə isə kovalent polyar rabitədir karbon-hidrogen arasında. Deməli bu da doğru götürəcəyik. Hər iki bu ikisi doğrudur. Sonra nədir? Sirkə turşusu kalsium OH2 ilə buradan kalsium asetat əmələ gələcək və su əmələ gələcək. Kalsium asetata baxmıram, yenə deyirəm. Niyə görə baxmıram? Çünki o ion rabitəli birləşmədir. Onu mən molekul kimi baxmıram, polyar molekul, qeyri-polyar molekul anlayışını istifadə edə bilim. Çünki o qeyri-molekulyar quruluşlu maddədir, ion rabitəli birləşmədir və ion kristal qəfəsinə malikdir. Amma su üçün baxa bilərik. Su necə molekuldur, amma polyar molekuldur. Mənə deyir ki, qeyri-polyar molekul olsun. Sudur, amoniakdır, bunlar polyar molekullardır. Buna baxmayacaq. Qarışqa turşusu sulfat turşusu iştirakında qızdırılanda higroskopik maddə olduğuna görə su çıxır buradan və CO əmələ gəlir. CO-da karbon maksimal oksidaşma dərəcəsi göstərmədiyinə görə polyar molekuldur. CO polyar molekuldur, buna baxmayacağam. Doğru ifadə 1 və 2 D variantında göstərilibdir. 40-cı çalışma ilə davam edirik. Deyir orta və parakisiloları yaz. Deməli orta və parakisiloları yazaq. Bu orta vəziyyəti ifadə eləyir. Orta vəziyyətdə biz benzol həlqəsində xloru əvəzləmək istəsək, bir dəfə bura xloru əvəzləyərik. Burada 1, 2, 3, 1 xlor, 2, 3 dimetil benzol, 1 xlor, 2, 3 dimetil benzol. Daha sonra belə bir şey yazarıq. Yenə də orta vəziyyəti qeyd elədik və nömrələnmə aparsaq, daha doğrusu xloru əvəzləsək, növbəti benzol həlqəsinə, ancaq benzol həlqəsinə xlor əvəzləyə bilirik. Xloru buradan əvəzləsək, 1, 2, 3, 4, 1 xlor, 3-4 dimetil benzol, 1 xlor, 3-4 dimetil benzol yazdıq. Növbəti halda görək yenə də əvəzləmə apara bilirikmi? Yenə də orta vəziyyətə yazdım. Bura 1 xlor yazdım. Onda 1, 2, 3, 4. Yenə də 1 xlor, 3-4 dimetil benzol aldıq. Eyni şeyi aldıq. Ona görə bunu yazmaq təkrar mənası yoxdur. Daha sonra düşünürəm ki, bəlkə belə yazaq. Bura bir xlor birləşdirim. Çünki bura birləşdirməmişəm. Onda da burada 1, 2, 3. Yenə də 1 xlor, 2, 3 dimetil aldıq. Bayaqlarda 1 xlor, 2, 3 dimetil almışdıq. Yenə də eyni mənanı kəsb elədiyinə görə daha əvəzləmə apara bilmirəm. Deməli 2 cürə monohalogenli törəmə yazdım orta kislol üçün. Para kislolda isə dəqiq bir dənə olacaq. Niyə? Çünki bayaqları buna baxmışdıq birinci sualda. Səhvlərimsə orada baxmışdıq. Bax burada xloru birləşdirsəz, yəni xloru birləşdirsəz, bununla bu eyni mənanı kəsb edir. Baxın, eyni maddədir də. Burada CH3 yazaq, burada CH3. Bax, bu da eyni maddədir və molekulu çevirmişsiniz də, fırlatmışsınız. Və yaxud da ki, belə bir şey yazmaq istəsəz, məsəl üçün düşünürsünüz ki, bəlkə mən belə bir şey yazmaq istəyirəm. Yenə də eyni şeyi kəsb edir, eyni mənanı kəsb edir. Ona görə para vəziyyətdə, əgər biz benzol həlqəsində halogeni əvəzləmək istəyiriksə, mütləq bir cürə monohalogenli törəmə alacaq. Deməli, 2 ilə 1-in cəmi bizə cəmi 3 cürə monohalogenli, monoxlorlu törəmə sayı verəcək. 40-da doğru cavabı C variantında qeyd edirik. 40-a da C variantı qeyd elədik. Müəllifədə xüsusi təşəkkürümüzü bildiririk. Suallara görə maraqlı suallar idi. Əməyinə sağlıq. Hər kəsə uğur arzulayıram. İnşallah ki, faydalı oldu sizlər üçün bu video.